Avtomatları yığarkən nələri bilməliyik? Bunları sizinlə bölüşmək istəyirəm. Avtomatlar müxtəlif kateqoriyalarda olur. Məsələn, A kateqoriyalı avtomatlar demək olar ki, istifadə olunmur, çünki onlar çox hissiyatlı olurlar. Ən xırda qısa qapanmadan atırlar. Bizə ən çox lazım olan B kateqoriyalı və C kateqoriyalı avtomatlar olacaq. Bunlar evlərdə istifadə olunur. Ən çox da B kateqoriyalı. C kateqoriya daha çox universal gedir. Həm evlərdə, həm də sənayedə istifadə olunur. Yəni bizə əsas lazım olan bu ikisidir. D kateqoriyalı avtomatlar daha çox güclü texnikalarda istifadə olunur. Məsələn, svarka aparatları ola bilər. KZ isə daha çox sənayedə, daha güclü transformatorlarda və daha güclü texnikalarda istifadə olunur. Avtomatların kateqoriyalarından başqa kabellərində göstəricilərini, bu ekranda gördüyünüz göstəriciləri əzbər bilmək lazımdır. Məsələn, 1 yarımlıq kabel, bu isə maksimum neçə amperlə işləyə bilər. 1 yarımlıq kabel 15 amperlə, 2 yarımlıq 25, 4 40, 6 60 amperlə işləyə bilir. Və eyni zamanda maksimum neçə watt olan texnikaları işlədə bilirlər. Bunu da yadımızda saxlayaq. Bu hissə isə həmin kabellərə hansı avtomatlar qoymaq lazımdır, neçə amper maksimum olmalıdır, onu göstərir. Deyək ki, biz mətbəxin avtomatını yığırıq. Burada biz nələri nəzərə almalıyıq? Məsəl üçün, deyək ki, bizim mətbəxdə paltaryan maşın var, soyuducu var, elektrikli qızdırıcı var. Paltaryan maşın 2420 wattdır. Bunu amperə çevirmək üçün 2420-ni bölürük 220 volta, alırıq 11 amper. Soyuducu da alırıq 1 amper. Elektrikli qızdırıcı da alırıq 15 amper. Bu texnikalardan korobkaya hansı kabel getməlidir? Bunu öncəki şəkildə əsasən bilmək olar. İndiki vəziyyətdə paltaryan maşından korobkaya 2 yarımlıq kabellə getməlidir, çünki 11 amperdir. Soyuducu 1 amperdir, 1 yarımlıq kabel bəs edər, amma 2 yarım qoysaq daha yaxşı olar. Elektrikli qızdırıcı 15 amper, bunu da 2 yarımlıq kabellə korobkaya ötürürük. Və korobkadan sonraki xətt hansı xətt olmalıdır? Onu da eyni ilə şəkildə göstərilən dəyərlərə görə müəyyən edirik. Ümumi amperajı toplayırıq. 11, 1, 15 cəmi edir 27 amper. Wattları da toplayırıq. Bunların cəmi edir 5940 watt. Və buna da uyğun olan 4 mm-lik kabeldir. Bu şəkildə avtomatlar neçə amper olur, onun standart göstəriciləridir. Bunları da yadımızda saxlamalıyıq. Və buradan biz seçirik 25-liyi, 25 amper olan avtomatı. 25-lik avtomat seçdik, çünki bütün bizim texnikalarımızın amperaj cəmi 27 amper və 5940 watt elədir. 27 amper isə biz 25-lik avtomat qoya bilərik. Çünki 32-lik qoysaq uyğun gəlməyəcək. Kabel qızacaq, əgər bütün texnikalar eyni anda maksimum gücləri ilə işləsələr. Avtomat isə biz seçə bilərik. C kateqoriyalı 25 amperlik və yaxud da ki, B kateqoriyalı 25 amperlik. Bunların fərqi o olacaq ki, B kateqoriya C-dən daha hissiyatlı olacaq və daha tez atacaq. Yüklənmə olsa, C isə daha gec atacaq. Onu da deyim ki, bütün bu göstəricilər 15-20 metrə qədər olan kabellərə aiddir. Əgər 20 metri keçirsə, 25, 30 və daha çox olursa, bu rəqəmlər dəyişə bilər. Yəni, məsafə uzandıqca cərəyan gedib çatması, yəni yolda itkilər olur və qızma daha çox olur. Ona görə tam başqa göstəricilər olur. Buna aid xüsusi video çəkəcəm, amma bu sxem sırf standart evlərə aiddir. Biz mətbəxin avtomatı necə seçilir, onu öyrənmiş olduq. Eyni ilə digər otaqları da bu formada texnikaların sayına görə və gücünə görə avtomatları seçib yığırıq.